Qənd ziyanlı qida deyil. Qənd boş enerjidir, belə deyək. Yəni ziyanlı deyil də, qənd elə bir enerji növüdür ki, ondan ancaq enerji alırsınız. Yəni məsələn də siz istifadə etsəz qənd yerinə xurma, xurmadan enerji ilə bərabər mikronutriyentlər alacaqsınız, vitaminlər, minerallar və başqa elementlərlə yanaşı, həm də lif alacaqsınız. Bağırsağınızda müəyyən bir yer tutacaq. Bəli, amma qənd sadəcə enerjidir və bu da o deməkdir ki, siz bunu qəbul edəndə ancaq enerji qəbul edirsiniz. Heç bir başqa makronutrient yoxdur onun tərkibində, ancaq karbohidrat var. 100 qram ağ şəkər, 100 qram karbohidratdır. Onun içərisində zülal yoxdur, onun içərisində yağ yoxdur. Karbohidrat ehtiyacını tez bir zamanda qarşılamaqdan ötürü ağ şəkər ideal bir qida məhsuludur. Tez, bu saat, bu saniyənin içərisində çox tez mənimsənilən karbohidrata ehtiyacınız var. Ehtiyacınız varsa yiyin. Yox, bekarçılıqdır, oturmuşam mən buradan o tərəfə kinoya baxıram, elə buradan çay içirəm, buradan bunu, buradan çay içirəm, buradan bunu. Oturub kinoya baxırsan, sən ehtiyacın yoxdur axı.